Bismillahirrahmanirrahim. Ev kesayyibin mines sema fihi zulumatun ve ra'dun ve berq. 19. ayə Bəqərə surəsində münafiqə bir ikinci misal da vurur. 17-cisində birinci misaldır. Baxışları. Bu 19. ayədə davranışları. Baxışları nursuzdur. O 17-ci ayədir. Davranışları qorxu iləndir həmişə. Çünki iman yoxdur. Sün'i iman ibraz edirlər. Sün'i iman da müvəqqət insanı saxlayar. Bir gün abrısı gedər. Bir gün nifaqın maskası çölə çıxar. Bunlar eyni o musafirə oxşayırlar ki, bir səhrada gedir. Bu qaranlıq səhrada fihi zulumatun və ra'dun və bərq. Amma bu qaranlıq səhrada göydən ildırım axır, ildırım işıq verər, amma səsi də var, qorxusu da var. Bir tərəfdən işığı var, bir tərəfdən qorxusu var. Nifaq hərəkəti də belədir. Nifaqlı yaşayış da belədir. Güya Allah'dır cəmaati, amma qorxusu da var. Bir gün bu allatma üzə çıxacaqdır. İnsan həmişə cəmaati aldadanmaz. İnsan həmişə maskalı yaşayanmaz. Quran deyir, bir gün bu maska çölə çıxar. Bu qorxulu yaşayışda yaşayır. Bu ildırımın səsinin qorxusundan əllərini, barmaqlarını qulağına aparır ki, bu səsi eşitməsin. Burada Allah-u Teala münafiqi oxşadır belənci bir musafirə ki, yolda qorxu ilə yaşayır. Eyni halda ki, bəzən ildırımın işığından da faydalanır, bu faydalanma müvəqqət faydalanmadır. Müsəlmanların içində bəzi münafiqlər mümkündür, müsəlmanların mənfəətlərindən faydalanırlar. Amma bir gün abırları gedəndə, bir gün şəxsiyyətləri üzə çıxanda, bu nifaq maskası aradan gedəndə görəcəklər ki, nə sərgərdan həyata, nə uduzublar və ziyana düşüblər. Vallahu muhitun bil kafirin. Allah kafirləri ihatə edibdir. Onları fürsət verir, özlərini yetişdirsinlər. Bunun mənası bu da ki, Allah acizdir. Münafiq eləyir, öz allatmağı ilə həyatını aparsın. Yox, fürsətdir dünya inkişaf üçün ya tənəzzül üçün. Bu fürsəti münafiqə də veriblər. Esselamu aleykum və rəhmətullah və bərəkət.